Salam olsun hər kəsə. Demək uşaqlar, bu günləri biz sizlə biologiya 2023 22-ci hissə ifrazat sistemi sidiyin əmələ gəlməsi mövzusunun test izahını verəcəyik. Başlayaq birinci sualdan. Birinci sualda bizə deyir ki, normal halda böyrəkdəki qandan sidiyə suyun artığından başqa daha nə keçir? Uşaqlar, biz bilirik ki, suyun artığıdır, mineral duzların artığıdır, sidik cövhərinin artığıdır və s. hamısı qandan sidiyə keçir. Yəni burada cavab olacaq C variantı. C variantı. İkinci suala baxırıq. 5 dəqiqə ərzində böyrəkdən nə qədər qan keçir? Böyrəklərdən şəkilcə fikir vermək lazımdır. Uşaqlar, 1 dəqiqə ərzində böyrəklərdən, hər iki böyrəkdən 1 litrə qədər qan keçir. 5 dəqiqə ərzində isə məlum məsələ 5 litr qan keçəcək. Yəni burada cavab Y variantı. 3-ə baxırıq. İnsanda böyrəklərin funksiyasına aid deyil. Su-duz mübadiləsini tənzimləmək, bəli, yəni mübadiləni tənzimləyir. B-yə baxırıq. Hipofiz vəzinin hormonunun sintezini tənzimləmək. Xeyr, bunun əlaqəsi yoxdur, yəni bu vəzlər bölməsidir. Hormon sintezini tənzimləmək, yəni böyrəklərin hipofiz vəzinin, yəni söhbət gedir. Bu böyrəklərin işi deyil. C-yə mübadilə prosesinin son məhsullarını orqanizmə kənar etmək, bəli. Qan kimyəvi tərkibini sabit saxlamaq, bəli. Sidik əmələ gətirmək, bəli. Burada cavab olacaq B variantı. Yəni hipofiz vəzinin hormonunu tənzimləmək böyrəklərin funksiyasına aid deyil. Aşağıdakı 4-ə baxırıq. Aşağıdakı orqanlardan hansı maddələrin mübadiləsinin son məhsullarının orqanizmdən xaric olunmasını və onun daxili maye mühitinin sabit qalmasını təmin edir? Burada da söhbət yenə böyrəklərdən gedir. Maddələr mübadiləsinin son məhsulunu orqanizmdən xaric eləyir və daxili maye mühitinin sabit qalmasını nə edir? Təmin eləyir. 4-də də cavab B variantı. 5-ə baxırıq. İnsanda sidik axarları ilə sidik kanalı arasında ifrazat sisteminin hansı sökülü yerləşir? Sidik axarları ilə sidik kanalı arasında. Uşaqlar, böyrəklərdən çıxan sidik axarları. Sidik axarları gəlir, tökülür sidik hissəsinə. Sidik hissəsindən də sidik kanalı vasitəsilə nə edir? Xaric olur. Burada sidik axarları ilə sidik kanalı arasında biz nə dedik? Təbii ki, sidik hissəsini dedik. Burada cavab C variantı. 6-ya baxırıq. İnsanda qarın boşluğunda, deməli, qarın boşluğunda onurğanın bel şöbəsinin hər iki tərəfində yerləşən orqanlar məlum məsələ böyrəklərdir. 7-yə baxırıq. İnsanın ifrazat sistemi orqanlarından sidiyin axma istiqamətinin düzgün ardıcıllığını müəyyən edir. Uşaqlar, sidiyin axma istiqaməti hardan başlayır? Böyrəklərdən. Bayaq biz sizə saydıq. Deməli olacaq böyrəklər. Sonra olacaq nə? Baxın. Bax, böyrəklər. Olacaq böyrəklərdən çıxan nə idi? Sidik axarı idi, daha düzdür. Daha sonra nə idi? Böyrəklər idi, sidik axarı idi. Sidik axarı gəlirdi, tökülürdü hara? Sidik hissəsinə. Sidik hissəsindən də sidik çıxarıcı kanal vasitəsilə nə olurdu? Xaric olurdu. 3, 2, 1, 4 var variantda. Bəli, Y variantı. Cavab Y variantı. 8-ə baxırıq. Normal halda insanın böyrəklərindən keçən qan mineral duzların artığından başqa daha nədən azad olunur? Elə burada birinci sualın eynisidir. Mineral duzlardan başqa suyun artığından nə olur? Azad olur. 9-a baxırıq. İnsanın orqanı, böyrəklərin şəklini görürsünüz. Yerləşdiyi əsas bədən boşluğu təbii ki, qarın boşluğunda yerləşir. Aid olduğu orqanlar sistemi də nədir? İfrazat sistemidir. Var, qarın boşluğu, ifrazat sistemi, cavab C variantı. 10-a baxırıq. İnsanda böyrək venaları hara açılır? Uşaqlar, böyrək venaları açılır aşağı boş venaya. Aşağı boş, deməli, venadan hara gedir? Birbaşa aşağı boş venadan da gedir. Ürəyin sağ qulaqcığına, sonra sağ mədəciyinə, oradan da çıxır, ağciyərlərdə təmizlənir. Yəni cavab onda Y variantıdır.
11-də böyrəyin tərkibinə daxildir. Uşaqlar, böyrəyin tərkibinə nə daxildir? Əlbəttə ki, qabıq qatıdır, böyrək ləyənidir. Böyrəyin öz tərkibinə, ümumiyyətlə ifrazat orqanlarının tərkibinə daxildir. Təkcə böyrəyin tərkibinə daxil olan qabıq qatı, böyrək ləyəni, beyin maddəsi 1, 2, 4 var. Aha, B variantı. 12. İnsanda tərkibində duzun, silik cövhərinin miqdarı nədir? Daha çox olan qanın axdığı damar. Uşaqlar, insanda tərkibdə duzlu silik cövhərinin miqdarı daha az olan qanın axdığı damar nə olacaq? Böyrək venası olacaq. Bu da çünki artıq orada elə bil ki, böyrəklərdə qan süzülür, təmizlənir. İlk sidiyə əmələ gəlir, sonra son sidiyə əmələ gəlir. Ondan xaric olur. Daha az olan qanın axdığı damar böyrək venası. Çünki orada qan təmizləndi. Böyrək venasından getdi hara? Ürəyə. 13-ə baxırıq. Sakit vəziyyətdə 2 dəqiqə ərzində insanın böyrəyindən təqribən neçə litr qan keçir? 2 dəqiqə ərzində bir böyrəyindən danışır. 1 dəqiqə ərzində hər iki böyrəkdən 1 litr qan keçirdi. 2 dəqiqə ərzində bir böyrəkdən məlum məsələn olacaq 1 litr qan keçəcək. D variantı. 14-ə baxırıq. Sakit vəziyyətdə 6 dəqiqə müddətində insanın böyrəyindən təqribən neçə litr qan keçir? Uşaqlar, 6 dəqiqə müddətində insanın bir böyrəyindən. Baxın bir dənə bura. Bunu silək, bu nədir burada? Necə silək? Baxın bir dənə bura. Bax, 1 dəqiqə ərzində bir böyrəkdən 0,5 litr qan keçirdi. 6 dəqiqə ərzində bir böyrəyindən təqribən nə olacaq? 3 litrə qədər qan keçəcək. Ümid edirəm ki, aydın oldu. 15-ə baxırıq. 14-də oldu A variantı. 15-ə baxırıq. Sxemə əsasən normal hal üçün doğru ifadələri müəyyən eləyin. Böyrəklərdən söhbət gedir. Suyun və mineral maddələrin artığını sidik şəkildə orqanizmdən xaric edir. Bəli, bir düzdür. Yaza bilmirəm. Azotlu birləşmələri və eritrositlərin parçalanma məhsullarını bilavasitə xaric edir. Eritrositlərin parçalanma məhsulu xaric edən qaraciyərdir. Bunu aid eləmirik. Deməli, qabıq və beyin qatından ibarətdir. Bəli, 1, 3. 2 bədən boşluğunda yerləşir böyrəklər, xeyr, böyrəklər qarın boşluğunda yerləşir. Cavab 1, 3. D variantı. 16-ya baxırıq. Yetkin insanda sidik kisəsində minimum neçə milli sidiklə dolduqda ifrazat ehtiyacı duyar? Sidik kisəsinin ümumi tutumu 500 millidir. Onu da 4/1'ini tapırıq. 4/1'in dolduqda insan sidik ifrazı ehtiyacı duyur. O da eləyir hardasa 16-da 125. Elə bil ki, 500-ün 4/1 hissəsini tapacaqsınız. 17-yə baxırıq. Böyrəklərdən minimum 500 litr qan keçən zaman normal halda təxminən nə qədər son sidik ifraz olunar? Uşaqlar, ümumiyyətlə böyrəklərdən sutka ərzində 1500-1700 litr qan keçir. Onun 150-170 litri ilk sidiyin əmələ gəlməsinə sərf olunur və sutka ərzində insanda son sidik 1,5 litrə qədər əmələ gəlir. Bu da deyir ki, 500 litr qan keçən zaman normal halda təxminən nə qədər son sidik ifraz olunur? İfraz olunan sidiyin miqdarı maksimaldır. Deməli, biz bunu necə eləyəcəyik? Biz bilirik ki, böyrəklərdən minimum sutka ərzində 1500 litr qan keçir. Burada yaza biləcəyik görək. Minimum 1500 litr qan keçir. 1500 litr yaza bilmədik. Təəssüf. Burada yaza biləcəyik. 1500 litr qan keçir. 1500 litr qan keçir və son sidik 1,5 litr əmələ gəlir. Burada isə bizə deyir ki,
Minimum 500 litr keçib. Əgər maksimum desəydi biz 1700-lə gedəcəkdik. Minimum dediyinə görə 1500-lə gedirik. Bəs deyir ki, 500 litr qan keçən zaman nə qədər son sidik frazonlar? 500 litrdə qan keçən zaman x litr. Buradan da x-i tapırıq. 500-ü 1/5-ə vururuq. 1500-ə bölürük. Tapırıq nəyi? Harsa 0,5. Cavabımız 0,5-dir. Baxaq bir dənə görək. Bəli, 17-də C variantıdır. Ümid edirəm ki, aydın oldu. 18-ə baxırıq. Şəkildə insan böyrəyinin qan dövranı sxematik olaraq göstərilib. Bu sxema əsasən sağlam yetkin insan üçün söylənilən hansı fikir səhv olanı istəyir bizdən, səhvdir. Qanda eritrositlərin miqdarı 1 bərabərdir 2-yə. Bəli, qanda eritrositlərin miqdarı arteriya ilə, gətirici arteriya ilə çıxarıcı venada nədir? Bərabərdir. Qanda qlikozanın miqdarı birinci deməli damarda, yəni birinci arteriya damarından gəlir, qanda yəni lazımlı olan maddələr gəlir, böyrəkdən nə olur? Təzədən deməli lazımsızlar xaric olunur, süzülür. Lazımlılar geriyə resepsiya vasitəsilə sovrulur. Yəni qanda qlikozanın miqdarı da amin turşulardır, zülallardır və sair geriyə sovrulur və ikinci damarda, vena damarda artıq onun miqdarı azalır. Yəni 1-də çoxdur, 2-də azdır. Bəli, bu da düzgün göstərib. Qanda 3C-yə baxırıq. Qanda mineral duzların miqdarı. Qanda mineral duzların miqdarı burada ikinci damarda çox göstərib. Birinci damarda az göstərib. Bax, bu səhvdir. Qanda mineral duzların miqdarı birinci damarda çoxdur, ikinci damardadır. Çünki mineral duzların deməli artığı süzülür, geriyə sorulma baş verir və artığı isə bədəndən xaric olur. Yəni burada 18-də cavab C variantıdır. 19-a baxırıq. Qan kapillyar divarları, qadaha bənzər kapsulun divarı, ilk sidik, böyrək kanalcıqlarının divarı. Burada yenə qandan bəhs eləyir. Deyir ki, divarları, kapillyarların divarları sual işarəsinin yerində nə ola bilər? Yenə təzədən qana. Deməli, qan gəldi böyrəklərə, süzüldü, təmizləndi və yenidən nə oldu? Su molekullarının nefrondan keçdiyi yol. Su yenidən axı biz dedik ki, suyun hardasa 99% resepsiya vasitəsilə, yəni nə olur? Geriyə sovrulur. 99%. Ona görə də burada kapillyarların divarlarından yenidən 99% qana keçəcək, geriyə sovrulacaq. 19-da olacaq Y variantı. 20-yə baxırıq. 20-də bizə deyir ki, sağlam insanın sidik axarları sağlam insanın sidik axarları. Sidik axarları ilk sidiyi sidik kisəsinə daşıyır. İlk sidiyi yox, son sidiyi. Bir səhvdir. Son sidiyi bilavasitə xaricə çıxarır. Xaricə çıxarmır. Bilavasitə xaricə çıxarmır. Son sidiyi gətirir hara? Sidik kisəsinə. Sidiyi xaricə çıxaran sidik kanalıdır, axarı deyil. 2-də səhvdir. Böyrəcə 3-ə baxırıq. Böyrək ləyənlərindən başlanğıc alır. Bəli, sidik axarları böyrəklərdən başlanğıc alır. Böyrək ləyənlərindən başlanğıc alır. 3-ü götürürük. 4-ə baxırıq. Yalnız bir əsas bədən boşluğunda yerləşir. Bir əsas bədən boşluğunda yerləşmir. 2 bədən boşluğunda yerləşir. Bir qarın boşluğunda yerləşir. Bir də sanaq boşluğunda yerləşir. 5-ə baxırıq. Son sidiyi sidik kisəsinə daşıyır. Bəli, 3, 5, 6 böyrəklər piramidlərindən başlanğıc alır. Xeyr, 7-yə baxırıq. 2 əsas bədən boşluğunda yerləşir. Bəli, bir çanaq boşluğunda, bir də qarın boşluğunda. Böyrək piramidlərindən yox, böyrək ləyənlərindən başlanğıc alır. Yəni cavab 3, 5, 7-dir. B variantı. 21-ə baxırıq. İnsan orqanizmində suyu çıxaran orqanlar. Uşaqlar, insan orqanizmindən suyu çıxardan orqanlar, baxın, tərvəzləri, ürəyi deyil, bax, tərvəzlərdir, ağciyərlərdir, bağırsaqlardır, böyrəklərdir. Bunlar insan orqanizmindən suyu çıxaran orqanlardır. Yəni 1-dir, 4-dür, 3-dür, 1, 3, 4, 5. Cavabı götürəcəyik. 22-yə baxırıq.
22-də bizə deyir ki, cədvəldə insanın böyrək damarları ilə axan qanın tərkibində olan bəzi maddələrin səviyyəsi normalda göstərilmişdir. Verilənlərə əsasən hansı fikirlər doğrudur? Karbon qazı X, Y ilə göstərilib, karbon qazı azdır, mineral duzları və sidik cəfəri çoxdur, oksigen qazı çoxdur. X hardasa arteriya damarı, böyrəkə gətirən arteriya damarı deyir. Y-də böyük ehtimalla, Y-dəki yəni vena deyir. Çıxan böyrəkdən çıxan vena deyir böyük ehtimalla. 22-də indi baxırıq, görək hələ hansı fikirlər doğrudur. Deməli, 1-ə baxırıq. Y damarı ilə axan qanın tərkibində zərərli maddələr az olur. Bəli, zərərli maddələr az olur. Süzülür, təmizlənir, orqanizmdən xaric olur və Y damarı ilə axan qanın tərkibində zərərli maddələr az olur. Bəli, bu fikir doğrudur. Çünki qan təmizlənir, böyrəklərdə süzülür, daha sonra keçir Y damarına. Aydın oldu mu deyirəm ki. 2-yə baxırıq. X damarı ilə axan qanın aşağı boş venaya tökülür. Xeyr, X damarı ilə axan qan aşağı boş venaya tökülmür. 3-ə baxırıq. Y damarı qanı bilavasitə qarın aortasından alır. Y damarı qanı bilavasitə qarın aortasının böyrəklərdən çıxır da o qan. Bu da səhvdir. 4-ə baxırıq. X damarı ilə 1 dəqiqədə böyrəyə 0,5 litr qan gələ bilər. X damarı ilə 1 dəqiqədə böyrəyə, tək böyrəyə, bəli, 0,5 litr qan gələ bilər. Biz deyirik ki, X damarı arteriyadır, Y damarı venadır, çıxarıcı venadır, X damarı gətirici arteriyadır və böyrəklərdən, hər iki böyrəkdən 1 dəqiqədə 1 litr qan keçir, bir böyrəkdən 1 dəqiqədə isə 0,5 litr qan gedə bilər. Burada 1-dir, 4-dür. Aha, götürürük bunları. 1-dir, 4-dür. 5-ə baxırıq. Y damarı ilə axan qan aşağı boş venaya tökülür. Y damarı ilə axan qan aşağı boş venaya tökülür. Bəli, bunu da götürə bilərik. Cavab olacaq 1, 4, 5. 23-ə baxırıq. Əgər insanda sutka ərzində böyrəklərdən minimum 1500 litr qan keçirsə, biz demişdik ki, böyrəklərdən maksimum 1700, minimum 1500 litr qan keçir sutka ərzində. Bu zaman bir böyrəkdən neçə litr ilk sidik yaranır? Uşaqlar, bir böyrəkdən dedik ki, minimum 1500 litr qan keçərsə, ümumi böyrəklərdən. Deməli, uşaqlar, bunu belə eləyəcəyik. Yəni, lövhəni silək. Buraları silək, təmizləyək. Buraları da silək. Deməli, biz bilirik ki, böyrəklərdən, yəni hər ikisindən sutka ərzində minimum 1500 litr qan keçir. Hər iki böyrəkdən. Bir böyrəkdən isə bunun yarısı qədər su keçir. Yəni 1500-ün yarısı eləyir neçə? 750. Yəni bunun 1500-ü 2-yə bölməklə də tapa bilərsiniz. 750-ni tapdıq orada. 1500-ə. Baxın, 1500-ə əgər ilk sidik 150 əmələ gəlirsə, 750-yə də x əmələ gələcək. Buradan da x-i tapa bilərik neçə? Hardasa 75 tapa bilərik. 75. Cavab burada olacaq 23-də 75. 24-də baxırıq. Deməli, 24-də bizə deyir ki, ümid edirəm ki, 23 aydın oldu. Nə aydın olmazsa şərh bölməsinə qeyd edərsiniz. 24-də deyir ki, 1 ilə böyrəyi göstərib, 2 ilə deməli göstərib sidik axarın, 3 ilə sidik hissəsini göstərib. Buranı silək, görək elə bura nə yazılıb. Aha. Bizə deyir ki, indi 1-ə aiddir, 2-ə, 3-ə aiddir. Onları A, B ilə göstərəcəyik. Süzülmüş məhsulları sidik kisəsinə daşıyır. Süzülmüş məhsulları sidik kisəsinə daşıyan sidik axarıdır. Yəni 2-yə A-dır. 2-yə A. B-yə baxırıq. İlk və son sidiyin yaranması baş verir. Harda? Böyrəklərdə. 1-ə B-dir. 1-ə B-dir. Deməli, sidik axarları ilə sidik kanalı arasında yerləşir. Baxın, uşaqlar, sidik axarı ilə sidik kanalı arasında yerləşən nədir? Sidik hissəsidir də. Deməli, 3 olacaq C. Sidik axarları başlanğıcı bu orqandan götürür. Təbii ki, böyrəklərdən danışır bu. 1-ə D. Sonra sidiyi bilavasitə xaricə çıxarır nə?
Sidiyi bilavasitə xaricə çıxarır. Sidik kanalıdır o. Bunların heç birisinə aid deyil. Deməli nə oldu? 1-ə oldu B ilə D, 2-yə oldu A, 3-ə oldu C. 25-ə baxırıq. İnsanın ifrazat sisteminə daxil olan strukturların sayının artması ardıcıllığını müəyyən edin. Uşaqlar, artması ardıcıllığını deyirsə, birinci sayı az olan orqanlardan başlayırıq da. Yəni nədən başlayacağıq? Sidik hissəsindən sayı nə qədərdir? 1 ədəddir. Olacaq 2. Sidik hissəsindən sonra nə gəlir? Əsasən böyrək, belə deyək də, ləyəni gəlir. Yəni böyrək ləyəni olacaq. Sayı az olan, sidik hissəsindən çox olan böyrək ləyəni. Daha sonra böyrək piramidi. Axırda da nəyə götürəcəyik? Nefronu götürəcəyik. Niyə nefronu axırda götürdük? Çünki nefronlar hər böyrəkdə 1 milyona qədər nə olur? Nefron olur. Ona görə də ardıcıllıq belə olacaq. 26-cı suala baxırıq. 26-cı sual hardadır? Buradadır. 26-cı sual insan ifrazat sisteminə daxil olan strukturlarının sayının bu dəfə də azalması ardıcıllığı ilə götürəcəyik. Azalması ardıcıllığı ilə götürəcəyiksə birinci nə olacaq? Sayı çox olanlar gələcək. Yəni birinci olacaq elə 1, yəni nefron. Dedik ki, hər böyrəkdə 1 milyona qədər nefron olur. Olacaq 1. Sonra olacaq nə? Böyrək piramidi. Sonra olacaq böyrək ləyəni. Sonra olacaq sidik hissəsi sayı 1 ədəddir. Ümid eləyirəm ki, aydın oldu. Nə aydın olmasa, şərh bölməsinə qeyd eləyərsiniz. Bacardığımız qədər izahını verərik. Oldu uşaqlar, çox sağ olun.